Bugün də sizlərə rəngi gözəl, dadı heyrətamiz heyva rubu hazırlayıram. Əvvəlcə heyvaları təmiz-təmiz yuyub, doğrayıb və tumlarından təmizləyirik. Mən təmizlənmiş 8 kiloqram yarım heyvadan istifadə etdim. Çox incə olmamaq şərti ilə gördüyünüz şəkildə bu cür doğrayıb, hamısını bir iri qazan içərisinə əlavə edirik və üzərinə tam olaraq çıxana qədər adi soyuq su əlavə edib heyvaları qaynamağa qoyuruq. Üzərinə bir qapaq da yerləşdirirəm ki, tez qaynamağa düşsün. Qaynamağa düşdükdən sonra qapağını götürürəm və tam olaraq yumşalana qədər heyvaları qaynadıram. Burada qazan o qədər ağır oldu ki, gücüm çatmadı və oğlum köməyimə çatdı. Qazanı ocağın üzərinə yerləşdirdi və tam yumşalana qədər gözlədim ki, bişsin. Ara bir qarışdırıram və burada yenə də sizlərə göstərirəm. Heyvalar tam yumşalmalıdır. Burada heyva bizə lazım deyil, heyvanın suyu bizə lazım olacaq. Ona görə mütləq heyvalar tam yumşalana qədər bişməlidir ki, öz dadını, qoxusunu, hamısını suya çıxarsın. Və gördüyünüz kimi heyvalar tam yumşaldıqdan sonra qazanı ocaqdan götürürük və çox olduğu üçün mən hissə-hissə əlavə edirəm. Həm heyvanın özünü, həm də suyunu aş süzənə əlavə edirəm. Altına da mütləq bir qab yerləşdiririk və gördüyünüz kimi aş süzəni biraz belə tərpədirik ki, suyu tamamilə süzülsün. Yenə də qeyd edirəm, burada qətiyyən heyvaları ovmaq olmaz, əl vurmaq olmaz. Çünki heyvanın həlimi deyil, bizə yalnız suyu lazımdır. Heyvanın suyunu sonda yenə də süzgəcdən keçirdirəm ki, gördüyünüz kimi həlim qətiyyən düşməsin. Qazanın içərisinə bizə yalnız suyu lazımdır və həmin bu heyvaların suyunu biz yenidən ocağa yerləşdiririk. Bu dəfə artıq tam hazır olana qədər heyvanın suyunu gür odda qaynadırıq. Hardasa bir yarım saat qaynadıqdan sonra üzərində olan kəfləri süzgəc vasitəsilə yığdım və üzərinə şəkər tozu, duz əlavə etdim. Dolu olmayan 1 xörək qaşığı duz və 2 xörək qaşığı dolu da şəkər tozu əlavə etdim. İstəsəniz zövqə görə şəkər tozunun miqdarını 2 xörək qaşığına kimi də artıra bilərsiniz. Üzərinə qapaq qoymadan gür atəşdə tam hazır olana qədər gördüyünüz kimi bişiririk və budur artıq mənim heyva rubum hazır oldu. Dadı, rəngi, qoxusu həqiqətən də çox gözəl alınır. Bu rubun hazırlanmasını mənə öyrədən xalamın böyük gəlini olan Nailə xanıma, Nailə bacıma buradan öz təşəkkürümü bildirirəm. Yayda üzüm rubu da hazırlamışdıq Astarada. Onun da hazırlanmasını YouTube kanalımda paylaşmışam. Rubu necə istifadə edə bilərsiniz? Həm şirin aşqarasında, yəni şirin qovurmaya, istənilən qızartmalarda ət və balıq qızartmalarının yanında ləzzətlə nuş edə bilərsiniz.